Ümumiyyətlə dostlar, son zamanlar neo-şarlatanizm, neo-mollalıq dəbdədir. Qabaq əgər şarlatanlar dini əbaya bürünürdü, xurafatla gəlirdilərsə, yeni dövrdə bunlar filosof, yazıcı, sosioloq və s. bu kimi adlarla şarlatanlığı ölkəmizdə təbliğ edirlər. Bunların əsas xüsusiyyətləri, əsas dedikləri fikir ondan ibarət ki, qadın kişidən əskikdir, qadın uşaq doğmalıdır, qadın işləməməlidir, güya qadınların ən çox sevdiyi şey evdə oturmaqdır. Bunlar hamısı Azərbaycanda, ümumiyyətlə şərqdə tətbiq olunan qaydadır ki, bizim insanlar geri qalsın və bunlara yeni imiz formalaşdırıblar. Filosof, yazıcı, sosioloq, müxtəlif adlarla bu gerilikçiliyi bizə təbliğ eləyirlər. Qadın da işləməlidir, kişi də işləməlidir, iqtisadi azadlığını insan təmin eləməlidir. İqtisadi azadlığını təmin edən insanın üstündə nə ər, nə arvad, nə hər hansı bir qüvvə xüsusi bir zorakılıq eləyə bilmir. Bunlar niyə istəmirlər ki, qadın işləsin, qadın elindən məşğul olsun və s. Bunun bir tək səbəbi var ki, üstlərindən zorakılığı tətbiq etsinlər. Və yaxud da 5 uşaq, 10 uşaq dünyaya gəlməlidir, mütləq şəkildə qadın daha çox uşaq doğmalıdır. Qadın ailə planlaşdırması etməlidir və ailə planlaşdırmasına uyğun olaraq 10 uşaq çox da ola bilər, az da ola bilər. Bu insanların şəxsi işləridir. Və yaxud da it saxlayana, pişik saxlayana hər hansı bir pis sözlər deyirik ki, qadın it saxlamalı deyil, kişi pişik saxlamalı deyil, bunlar mütləq evlənməlidirlər. Bunlar şəxsi işlərdir. Nə evlənməkdə mütləq xoşbəxtlik yoxdur, nə boşanmaqda mütləq xoşbəxtlik yoxdur, nə uşaq böyütməkdə, nə hər hansı bir heyvan saxlamaqda. Xoşbəxtlik nisbi anlayışdır, həyata hansı tərəfdən baxmalımızdır. Mütləq şəkildə filosof, yazıcı, sosioloq, din xadimi kimliyindən asılı olmayaraq sizi alçaldan, aldadan, yeni texnologiyalardan, yeni düşüncələrdən, fəlsəfədən, elmdən uzaq istənilən səsləyiş, bu adamın adının nə olmağından asılı olmayaraq sizi geriyə aparan hər şeydən uzaq qaçın.